Tarixən baş verən eniş yoxuşlara rəğmən İran üçün ən doğma Azərbaycan, Azərbaycan üçün isə ən doğma İrandır. Yəqin bu şu gördünüz. Bilirsiniz, təbii ki, aydın məsələdir ki, Azərbaycan-İran münasibətləri yaxın olmalıdır, yaxşı olmalıdır, biz onu istəməliyik. Qardaş münasibətlərimiz olmalı, tariximiz, kökümüz, milli kimliyimiz, dinimiz birdir. Hətta bəzilərimizin məzhəbi də birdir. Bunun əleyhinə deyirik, bunun ancaq lehinəyik. Mən həmişə zaten demişəm, İran, Azərbaycan, Türkiyə üç bucağı bir yerdə olsa, səmimi bu birliyi çox şeyə nail ola bilər və Turan birliyinə İranın da daxil olmasını istəmişəm. Çünki İranın özündə Türk tarixi var, böyük bir Türk tarixi var. Və İran da həm də İranı Türk dövləti hesab edirəm, baxmayaraq ki, indiki rejim anti-Türk siyasəti yürütməyinə rəğmən. Rejimlər dəyişər, amma dövlətin mahiyyəti qalar, İranı Türk dövləti sayırıq və istəyir ki, Azərbaycana qardaş olsun, bu öz yerində. Amma bilirsiniz, dövlət siyasəti sabit ideologiya üzərində qurulmalıdır, siyasi konjunktura yox. Bizdə təəssüf ki, elə deyil. Bizdə siyasi konjunktur üzərində qurulur. Məsəl üçün, bugün Rusiya ilə münasibətlərimiz yaxşıdır, Rusiyanı tərifləyirik, Rus günləri keçiririk, nə bileyim, Rus yazıçılarının, Rus rəssamlarının və s. təqdimatını keçiririk, Rus musiqisinin və s. və əksinə də Azərbaycanda da eyni Rusiya günləri, Rusiyanın Azərbaycan günləri və s. Vəziyyət pisləşəndə artıq Rusiya qarşı hücumlar gedir. Eynən də İran, vəziyyət yaxşıdır, İran sən demə, ən doğma ölkəymiş Azərbaycana. Bu məsələyə qaydacam, bu məsələyə qədər canlını açmalıyam, açmışam açar. Vəziyyət pisləşəndə İran olur, videolar paylaşır ki, İran sərhədimizi keçir, müharibədə bizim hücum eləməyimizin, belə deyək, qarşısına və s. Türkiyə ilə də qardaşlıq, dostluq, indi bir dənə nəsə olanda, Türkiyədə nəsə baş verir, bir çıxış olanda və yaxud da bir nə bilim verilişdə nəsə olanda olur anti-Türkiyə havası. Eynən də bu digər, yəni əsasən mən indi üç ölkəni dedim, Azərbaycanın daim münasibətdə olan tarixi və s. Amma belə olmamalıdır axı, dövlət siyasəti olmalıdır axı dostlar. Yəni bu konjunktur siyasətində hara gedirik biz? Yəni bugün söyürük, sabah tərifləyirik, sabah bir gün təzdən söyəcəyik, o bir gün tərifləyəcəyik. Yəni bu dövlət siyasətidir, özünə hörmət edən dövlət, dərin dövlətdən dövlət siyasəti var. Bu elə əhval-ruhiyyə ilə deyil axı. Yəni ASTV İrana indi mətiyyələr oxuyur, İTV İsrailə mətiyyələr oxuyur. Oxusunlar, oxumasınlar əslində. Mətiyyə oxumaq lazımdır, ideoloji siyasət aparmaq lazımdır. İdeoloji siyasətində rupori dövlət mediası olmalıdır. Televiziya kanalları, qazetlər, saytlar və s. Bizə təəssüf ki, mediamız siyasi konjunkturun ruporudur. Bu da doğru deyil. Uzun müddətli xarici siyasət, ideoloji siyasət belə aparılmamalı. Biz bunu dəfələrlə demişik və yenə təkrar edirik. Və bir daha, Türkiyədən bir söz deyəndə o saat xətrimizə dəyər və bəziləri o timsahlar kimi və yaxud da puskuda duran o aslanlar olur, gözləyirlər ki, o parçalasınlar. Yəni, aslında elləri aslanlar çaqqaldılar, giyanadılar daha doğrusu. Çaqqallar kimi dururlar ki, Türkiyənin üstünə gəlməyə. Bəs yaxşı, bu indi siz təsəvvür edin, TRT1-də durub Türkiyə jurnalisti, TRT1-də Türkiyə jurnalisti durub desə ki, Türkiyə ən doğma İrandır, İranın doğma Türkiyədir, yaxud da Türkiyə ən doğma Suriyadır, Suriyə ən doğma Türkiyədir. Azərbaycanlı olaraq bizə necə xoş gələn o? Bəs yaxşı, indi bir Türkiyəli ona baxsa, bir Osmanlı Türkü, Anadolu Türkü, bu nə deməkdir? Azərbaycan ən doğma İrandır, İran ən doğma Azərbaycan. Türkiyədən də doğmadır. Mən burada ASTV-yə deyirəm. Türkiyədən mi doğmadır? Siz bunu öz fəaliyyətinizmi, yoxsa bu yazılıb mı? Belə deyəsiniz. Səndən halda bu səhvdir. Yazılsa da səhvdir. Öz fəaliyyət də olsa bu cəzalandırılmalı. Ən az çağırılıb bir barmaq silkələm. Sən nə danışsan? Azərbaycana istənilən haldan doğma nə İran, nə İsrail ola bilməz. Nə Rusiya ola bilməz. Nə Amerika, nə Avropa Birliyi ola bilməz. Azərbaycana tarixən ən azı son 100 ildə ən doğma Türkiyədir. 100 ildən çoxdur bu davam edir.
və Türkiyə doğmalığını hərəkətlə göstərib, əməllə. Yəni gəldi indi, mən yenə deyirəm, mən İranla münasibətlərin ən yüksək səviyyəsində olmasını istəyən adam. Amma bu İranın Türkiyədən doğma olmaq anlamına gəlmir. Mən Azərbaycan-İranla da münasibətlər, texnologiya və s. dəstəkləyirəm. Real politikdə lazımdır bu. Amma bu İsrailin Türkiyədən daha yaxın dost olmaq anlamına gəlmir. Mən Azərbaycan-Rusiyanın münasibətlərinin yaxın olmasını, yaxşı olmasını istəyirəm. 9 Maya parada da qoy geçsin. İlham Əliyevə bunda heç bir suç və s. görmürəm. Bu xarici siyasətdir, real politikdir və biz Zəngəzuru əgər bu cür siyasətdən alacaqsa eləyər. Necə ki bu cür siyasətdən Qarabağ azad etdik. Deməli bu doğru siyasət. Amma bu Rusiyanın Türkiyənin yerinə qardaş bizə olmaq anlamına gəlmir. Biz bunu tarixdə bunu göstərib. Ki bizim həmişə qardaşımız da, ən yaxın doğmamız da, təbii müttəfiqimiz də Türkiyə olub. Gəlin bunu unutmayaq, undarıq. 90-cı illərdə kimi tək qalarıq meydanda. Onda nə İran, nə İsrail, nə Rusiya, nə Avropa Birliyi, nə Amerika Birləşmiş Ştatları, nə Çin, nə qeyri kimsə bizə nə Çin verər, Çinimizə, nə əl uzadar, nə də yanımızda durar. Və bu şeylərdə diqqətli olsaq, dövlət olaraq da, hakimiyyət olaraq da, xalq olaraq da, müxalifət olaraq da, bütün cəmiyyət olaraq da çox yaxşı olar bizim üçün. Təşəkkür edirəm.